daxil bir də. Xeyir olsun. Deməli, dedik ki, müəllim planlamanı hazırlayarkən, ümumiyyətlə planlama nədir? Bir onu deyək. Planlaşma müəllimin işinin sistemli şəkildə aparmasıdır, müasir yanaşma sistemidir. İki cür olur, illik planlaşdırma və cari gündəlik planlaşdırma. Baxın, illik planı hazırlayarkən müəllimin ilk atacağı addım nədir? Elə bil ki, fərdi sinif üzrə təlim nəticəsinə diqqət yetirməlidir. Əlaçı, bəli, fənnin sinif üzrə təlim nəticəsinə diqqət yetirilməlidir. Yəni, sinif üzrə təlim məqsədini müəyyən etməklə başlayır. Daha sonra, illik plana nələr daxildir? İllik plan standartda tədris vahidədir, mövzudur, sonra saatda, tarixdə, qiymətləndirmədə, resursda, inteqrasiyada bu kimi. Deməli, mənə deyin görüm, illik planı hazırlayarkən müəllim nələrdən istifadə edir? Nələrdən deyərkən? Nələrdən istifadə edir? Nəyin əsasında illik plan hazırlayırıq? İllik plan perspektivi, hansı qiymətləndirməni aparacağını, hansı resurslardan istifadə edəcəyini, onu deyirsiniz mi? Bəli, deyirik ki, dərslikdən, təqvimdən, bir də metodik vəsaitdən. Resurslardan, resurs olaraq, metodik vəsaitdə dərslikdir. Daha sonra, illik planda müəllim dəyişiklik edə bilər, yoxsa yox? Bəli, eləyə bilər, mövzular dəyişə bilər, alt standartlar əlavə eləyə bilər. Saatda bəlkə. Bəli, saatlarında da dəyişiklik edə bilər. Birinci saatından alıb digər saatından da digər dərsə. Əlavə eləyə bilər. İllik planı hazırlayarkən hansı strategiyadan istifadə edirdik? Hansı strategiyadan? Strategiya deyərkən müəllim nə edirdi? Geriyə planlama. Geriyə planlamada təlim nəticəsidir, qiymətləndirmədir, bir də öyrənmə fəaliyyətidir. Öyrənmə fəaliyyəti nəyə xidmət edir? Təlim nəticəsinə. Hər ikisi də təlim nəticəsinə. Burada, məsələn, ardıcıllıq şərtdir. Məsələn, deyirik ki, təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Ardıcıllıq şərtdir. Bəli, ardıcıllıq şərtdir, mütləqdir. Daha sonra, gündəlik planı nələr daxildir? Gündəlik planı dərsin məqsədidir, hansı üsul və vasitələrdir, mövzudur, qiymətləndirmədir, resursdur. Daha sonra, nə qaldı? Baxın, mənə deyin görüm. Ümumi təlim nəticəsi hansı plandadır? Hər ikisində. Ümumi təlim deyirəm. Yox, ümumilikdə, illikdə. Deyirəm, dərsin məqsədi? Dərsin məqsədi gündəlik planlamadadır. Deyirəm, reallaşması nəzərdə tutulan əsas standart hansı plandadır? Reallaşması nəsə, əsas standart yox, alt standart olmalıdır. Bəli, alt standart olmalıdır. Daha sonra, mövzu hansı plandadır? Hər ikisində. Qiymətləndirmə? Hər ikisində. Baxın, bəzən belə suallar da salırlar ki, mövzu hansı plana daxildir. Daha sonra, mənə deyin görək, tutaq ki, bu gün qruplarla iş təşkil edirsiniz, nəzakət müəllimi. Bunu nəyin əsasında edəcəksiniz? Təlim nəticələrinin əsasında. Super. Şagirdlərin biliklərinin qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsi prosesi nə adlanır? Motivasiya yoxsa refleksiya? Motivasiyadır. Bu da daha çox real həyatla əlaqələndirəndə daha yaxşı yaddaşda qalır. Deyirəm ki, şagirdlərin biliklərinin qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülmə prosesidir. Bəli. Motivasiya deyil. Yox. Bax, qısa müddətli. Bəli, əlbəttə ki, refleksiya. Refleksiya etdikləri zaman şagirdlər daha uzun müddətli həmin o bilikləri, həmin o məlumatları yadda saxlamış olurlar. Motivasiya mərhələsində nələrdən istifadə edərək şagirdlərdə maraq motivasiya yarada bilərik? Hər hansı bir cinayət çərxi olar, mövzu üzrə hər hansı bir əyani vasitələr olar, şəkil göstərməklə yarışmaq olur. Daha sonra, bəli, nə qaldı soruşmadığım, bu motivasiya olacaq refleksiya. Deyirəm ki, şagirdlərə qarmağa keçirmək kimidir? Motivasiyadır.
Bax, bu motivasiyadır. Cümlə kökləri necə aparılır? Cümlə kökləri sual-cavab əsasında idi. Belə bir hazır ifadələr verməklə. Bəli, hazır şəkildə ifadələr verilir. Şagirdlər isə həmin ifadələrin cavablarını yazmış olurlar. 3-2-1 necə aparılır? 3-2-1 də elə bu da formativ qiymətləndirmə üsulu kimi həm də refleksiya etmək üçün əlverişli olur. Yenə 3 maraqlı olan, 2 qaranlıq qalan, bir də bir bilmədiyin sualı qeyd edirsən. Bəli, əladır. Daha sonra çıxış bileti bəs? Çıxış biletini də formativ qiymətləndirmə kimi qeyd etmək olar. Bir də burada gündəlik keçirilən refleksiya məhsulları olur, strategiyalardan. Əladır. Belə nəzakət mənim. Çox sağ olun. Oldu mənim, siz sağ olun. Belə, bu da bizim deməli planlaşdırma sual cavabı. Bir gün görüm ola bilər. 3-cü gün sizə dərsim yoxdur da, elə müəllimlər? İkinci günü var axı. 3-cü gün. 3-cü gün. 3 yoxdur. Ola bilsin ya 3-cü ya 5-ci gün yoxdur sizə dərsim. Ola bilər 3-cü günə. Bir dənə taksonomiya mövzusunu deyəcəm sizə. Təkrar edərsiniz. Taksonomiyaya aid 3-cü gün gündüz saatlarında, hardasa saat 4-də falan test işlədəcəm. Yəqin ki, uyğun olar da hamımıza 4. Mən yox. Səhər işə gedirəm. Ondan sonra da gələm, bütün gün elə ixtisasında həm təkrardır, testdir. Axşama qədər biz onda oluruq. Harada olursunuz? 3-5 iş gündən, 1-3-5 iş günümdür. Amma 3-5 elə bir saat 6-da gələm, ondan sonra da ixtisasdır. Dərsdir, sonra testdir, sonra yenə təkrardır. Bildim. Heç bir mümkün deyil, yəni. Gün də keçirə bilərik. 4-cü gündür. 6-cı gün əlavə sertifikasiya mövzusu verəcəm sizə bir dənə. Deməli, başlayaq elə Lara müəlliməsi ilə. Buyurun müəllimə. Deməli, illik planlaşdırmada müəllimin atacağı ilk addım nə idi dedik? İlk addım təlim nəticəsini müəyyənləşdirməkdir sinif üzrə. Əlaçı, super. Daha sonra mənə deyin görüm illik plana nələr daxildir? İllik planlara standartlar daxildir. Sonra mövzu, qiymətləndirmə, sonra təlim nəticələri. Bəli, inteqrasiya deyə bilərik, resursları qeyd etmək olar, tarixi, saatı. Ümumiyyətlə, illik plan ölkə üzrə bir format üzərində hazırlanır, yoxsa məsələn, məktəbdən məktəbə dəyişə bilər? Yox, yəni ölkə üzrə. Birdən o. Ölkə üzrə. Yəni məktəbdə dəyişmir də, yəni məktəbdən məktəbə dəyişmir, axı o nətər dəyişir planlaşdırma. Dəyişir. Məsələn, elə məktəb var ki, tələb edir ki, illik keçirəcəyin inteqrasiyanı da yaz, hansı resursdan istifadə edəcəksən, onu da qeyd elə. Elə məktəb də var ki, yox, biz orada məsəl üçün mövzunu yazırıq, saatı yazırıq, tədris vahidini qeyd edirik, qiymətləndirmə onsuz da summativ qiymətləndirmələr qeyd olunur, bir də saat. Elə məktəb də var ki, deyir ki, yəni ümumilikdə hamısını qeyd edirsiniz. Baxın, əgər belə bir sual düşsə ki, yəni bir format üzərindədir, illik planın hazırlanması, bu yanlışdır. Daha sonra, yəni məktəbdən məktəbə dəyişə bilər pedaqoji şuranın qərarına əsasən. Daha sonra, mənə deyin görüm, müəllim illik planda hansı dəyişikliklər edə bilər? Dəyişiklik edə bilər. Məsəl üçün, mövzunu saatı artıra bilər. Çətin mövzulara hasan mövzulara az saat, çətin mövzulara məsəl üçün çox saat verə bilər. Yəni dəyişiklik edə bilər. Bəli, əladır. Daha sonra hansı strategiyadan istifadə edirik həm illikdə, həm gündəlikdə? Strategiya geriyə planlama. Geriyə planlama strategiyasından istifadə etmək.
Daha sonra biz mənə deyin görün, deməli, Lara müəllimə, geriyə planlamada ardıcıllığı sayaq, Geriye planlamada geriye planlamada sinif üzrə təlim idi, qiymət idi, sonra öyrənmə idi, sonra nə idi? Bunlar idi də mənim. deməli, geriyə planlamada sinif üzrə təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Bəli, burada ardıcıllıq şərtdir, Şərt. mütləqdir. Daha sonra öyrənmə fəaliyyəti nəyə xidmət edir? Təlim nəticəsinə. Qiymətləndirmə, O da təlim nəticəsinə xidmət edir. Təlim nəticəsinə. əlaç. Bax, bu strategiyanın hansı hissəsidir ki, deyirəm ki, müəllim hansı resursdur, inteqrasiyadan istifadə edəcəyini planda ətraflı şəkildə qeyd edir. Ya bu gün hansı iş üsulundan istifadə edir? Planda Bax, deyirəm ki, bu ümumiyyətlə bax, sinif üzrə təlim nəticəsi olsun, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Bunların hansı hissəsidir? Mənim istifadə edəcəyim iş üsuludur, iş formalarıdır, inteqrasiyadır. Tamam, gündəlikdə olur da, gündəlik planlamada. Aha, bax, bilirəm. Bu strategiyanın hansı hissəsindədir bu? Hissəsində qeyd olunur, bax, hansı, məsəl üçün, inteqrasiyadan istifadə edəcəm, hansı bu üsulundan istifadə edirəm, cütlərdən şagirdləri əyləşdirib hər hansı bir təlim fəaliyyətinə cəlb edirəm. Təlim nəticəsində deyil. Öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyətidir ki, burada hansı resursdan, hansı inteqrasiyadan, hansı, məsələn, iş formasından, iş üsulundan istifadə edəcəyini öyrənmə fəaliyyətinə əsasən planlamış oluruq. Yəni, planlamamızda qeyd etmiş oluruq. Daha sonra, nə qaldı soruşmadığım, qiymətləndirmə hansı plandadır? Hər ikisində var axı, qiymətləndirmə. Gündəlikdə də, illikdə də. Aha. Bax, təlim nəticəsi həm illik planda qeyd olunur, həm gündəlik. Bax, mən hardan bilim ki, bu illikdir, yoxsa gündəlik? Elə bil, əgər bir sinif üzrə deyərdisə, məsəl üçün, sonda bir sinifin sonu deyərdisə, biz burada illik götürərdik. Yox, əgər dərsin sonu nəzərdə tutulursa, onda gündəlikdir. Sonu nəzərdə tutulursa, yəni bir dərs üçün 1:45 dəqiqədirsə, bu gündəlikdir. Daha sonra, mənə deyin görüm, reallaşması nəzərdə tutulan əsas standart hansı planda qeyd olunur? Gündəlikdə. Əsas standart qeyd edə bilərik biz? Necə? Əsas standart qeyd edə bilirik? Yox. Standart əlbəttə ki, olmaz. Deməli, refleksiyanın hansı üsuludur ki, deyirəm, şagirdi danışmağa, düşünməyə sövq edir? Şagirdin danışmağa, cümlə kökləri. Əlaçı, bəli, cümlə köklərindən söhbət gedir. Hansı, ümumiyyətlə deyim, mənə görüm, bu motivasiyadır, yoxsa refleksiyadır? Deyirəm, məqsəd şagirdləri dərsə cəlb etməkdir. Bu motivasiyadır. Məqsəd odur ki, uşaqlar cəlb edir, dərsə maraqlı söhbət gedir. Bəs hansıdır ki, deyirik ki, əgər dərsdə bu prosesi icra etməsək, qidanı çeynəmədən udmaq kimidir? Yadımdan çıxdı. Refleksiya yoxsa motivasiya? Qidanı çeynəmədən udmaq kimidir? Refleksiya. Əlbəttə ki, refleksiya gedir. Hansıdır metakognitiv bacarıqda tənqidi düşünməni inkişaf etdirir, konstruktiv rəy vermə formalaşır? Refleksiyadaydı. Əlaçı, bəli, refleksiyadan söhbət gedir. Geriyə planlamada hansı deməli planda istifadə olunur, illik yoxsa gündəlik? Geriyə planlamada günlük. İllikdə biz geriyə planlamadan istifadə etmirik. Hər ikisində edirik, demək olar ki. İstifadə edirik. Deyirik ki, illik planda həm də gündəlik plan hazırlanarkən geriyə planlama strategiyasına istifadə olunur.
Geriyə planlama strategiyası da belədir ki, təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Qiymətləndirməmizdə, öyrənmə fəaliyyətimizdə təlim nəticəsinə xidmət etmiş olur. Belə Lara müəllimə, çox sağ olun. Sağ olun. Keçək Aytac müəllimə, buyurun. Axşamınız xeyirli. Müəllimin illik plan hazırlayarkən ilk atacağı addım nədir? Müəllim ilk plan hazırlayarkən təqvim, metodik vəsait və dərslikdən istifadə edir. Bəs illik planı hazırlayarkən ilk atdığı addım nədir? Müəllimə bilmədim. Bax, illik planı hazırlayırıqsa, sinif üzrə təlim nəticəsini müəyyən və başlanmış oluruq. Daha sonra, bunu deyin görüm. İllik planda müəllim hansı dəyişiklikləri edə bilər? İllik planda hansı dəyişikliklər edə bilər? Hə, standartlar qrupuna əlavə standart artıra bilər, vaxt bölgüsünü dəyişiklik edə bilər, bir də mövzuları dəyişə və artıra bilər. Mövzuları dəyişdirə və artıra bilərik. Daha sonra, mənə deyin görüm, gündəlik plana nələr daxildir? Gündəlik plana nələr daxildir? Təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyətləri. Bəli, təlim nəticəsi, qiymətləndirmə. Yox, gündəlik plana deyirəm. O, geriyə planlama strategiyasıdır. Bax, gündəlik plana nələr qeyd olunur? Alt standart, mövzu, dərsin məqsədi, üsul və vasitələri, dərsin məqsədini öyrənmə fəaliyyətləri. Əlaçı, bəli, refleksiya, bunlar hamısı resurslar, hansı məsəl üçün qiymətləndirmə formasına istifadə edirəm, hansı öyrənmə iş üsullarımızdır, iş formalarımızdır, inteqrasiyadır, bəli, bunlar qeyd edilmiş olur. Daha sonra, ümumi təlim nəticəsi illikdir, yoxsa gündəlik? Ümumi təlim nəticəsi illikdir. Bəs dərs məqsədi desəm? O gündəlik. Gündəlikdir. Geriyə planlama strategiyası ardıcıllığı şərtdir, yoxsa? Bəli, şərtdir. Ardıcıllığı sayı? Təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyətləri. Təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Baxın, mənə deyin görüm, öyrənmə fəaliyyəti nəyə xidmət edəcək? Təlim nəticəsinə. Qiymətləndirmə? Hər ikisi təlim nəticəsinə xidmət edir. Mövzu hansı plandadır? Mövzu hər ikisində. Bəs qiymətləndirmə? Qiymətləndirmə də hər ikisində. Əlaç. Ümumiyyətlə, biz nəyə toxuna bilmirik? Alt standarta toxunma olmaz. Bax, tutaq ki, bu gün cütlərlə iş təşkil edirsiniz, bir böyük üsulundan istifadə edirsiniz bu zaman və yaxud da ki, hansı bir digər üsulların verin. Bunu nəyin əsasında edəcəksiniz? Üsulların nəyin əsasında edirik? Refleksiya. Yox, bax, nəyin əsasında bu gün qruplarla iş təşkil edirsiniz? Öyrənmə fəaliyyəti əsasında. Məsələn, bax, oturmuşsunuz adi evdə, deyirsinizsə, sabah gedib sinifə girib sərgiləri cütlər şəklində əyləşdirəcəm, yoxsa bunun nəyinsə əsasında baxıb edirsiniz? Plan əsasında, gündəlik plan əsasında. Gündəlik planın nəyin əsasında? Alt standart mı? Alt standartdan almış olduğumuz məqsədimizə əsasən, təlim nəticəsinə əsasən. Bax, istəyir biz qruplarla iş təşkil edək, istəyir fərdi şəkildə iş təşkil edək, fərq etmir. Bunların hamısını biz təlim məqsədimizə əsasən müəyyən etmiş oluruq. Daha sonra, deyirəm, reallaşması nəzərdə tutulan əsas standart hansısa deməli plandadır? Burada əsas standart sözü yanlışdır, alt standart deyirik, o da gündəlik planlaşdırmadır. Gündəlik planda öz əksini tapılmış olur. Mənə deyin görüm, motivasiya nədir, nələrdən istifadə edərək biz şagirdlərdə maraq motivasiya yarada bilərik? Motivasiya şagirdləri dərsə cəlb etmə üsuludur. Burada da motivasiyada açıq suallardan istifadə etməliyik. Sonra hər hansı bir video çağırıq, slayddan istifadə etmək olar. Daha sonra, mənə deyin görüm, bu motivasiyadır, yoxsa refleksiya? Deyirəm, biliklərin qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsi prosesidir. Refleksiya. Daha sonra, deyirəm, qidanı çeynəmədən udmaq kimdir?
Motivasiya. Qidanı çiğnəmədən udmaq kimidir. O da refleksiya müəllimə. Nə olacaq? Əlbəttə ki, refleksiyadan söhbət gedir. Daha sonra mənə deyin görüm, bu bəs hansıdır ki, deyirəm ki, deməli, əgər bizim işimizin, bu iş mərhələsi dərsimizin uğurlu alınıbsa, işimizin 50% uğurlu alınıb. Motivasiya mərhələsi. Bəli, motivasiyadan söhbət gedir. Cümlə kökləri necə aparılır? Cümlə köklərində hazır ifadələrlə, yəni şagirdləri danışmağa, düşünməyə sövq edir. Allahçı. Daha sonra digər üsullardan 3-2-1 üsulu bəs? 3-2-1-də çıxış biletləri üçün istifadə olunacaq icadı. Burada da öyrəndiyi 3 məqamı qeyd edir, ona maraqlı olan 2 məsələ və hələ də ona qaranlıq olan bir məsələni qeyd edir. Bəli. Çox sağ olun, Aytaç müəllimə. Ayda müəllimə, buyurun. Ayda müəllimə, buyurun. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Xeyir olsun Ayda müəllimə. Ayda müəllimə, mənə deyin görüm, planı hazırlayarkən müəllim nəyə diqqət etməlidir? Milli planı keçirtacağı addım nə olmalıdır? Sinifin təlim nəticəsinə çatması üçün deyildir. Bəli, sinif üzrə təlim nəticələrini müəyyən etməklə başlayır. Ümumiyyətlə, illik planda müəllim dəyişiklik edə bilər? Bəli, müəllimə edə bilər. O standartda edə bilər. Yox, standartı artıra bilər, məsələn. Sonra mövzular əgər çoxdursa, onun sayını azalda bilər. Bir də ki, orada var idi. İnteqrasiya qrupuna əlavə inteqrasiya yazmaq olar. Deməli, mənə deyin görüm, deyirəm, məqsəd şagirdləri dərsə cəlb etməkdir. Motivasiya yoxsa refleksiya? Motivasiyadır bu. Gündəlik planı nələr daxildir? Gündəlik planı standart, təlim məqsədi, mövzu, sonra burada gəlir resursdur, inteqrasiyadır, təlim forması edir, bu bir şey. Bir dərsin əsas gedişatı var, müəllimə. Bəli, öyrənmə fəaliyyəti, hansı iş üsuludur, hansı qiymətləndi, yəni aparacağımız öyrənmə. Orada hansı resurslardan istifadə edilsə, o öyrənmə fəaliyyəti. Nəydən istifadə edəcək? Bəli, bunlar əsaslanır. Daha sonra, ümumi təlim nəticəsi illik yoxsa gündəlik planda qeyd olunur? İllik, ümumi təlim illik. Dərs sözü olsa? Dərs olanda gündəlik plana aid edir. Geriyə planlama illikdə yoxsa gündəlikdə istifadə olunur? Hər ikisində ki, axırda təlim nəticəsinə çatmaq üçün geriyə planlama edilir. Ardıcılığı deyək? Təlimin sinif üzrə təlim nəticələrdir, qiymətləndirmədir, bir də sinif üzrə öyrənmə fəaliyyətidir. Bəli, öyrənmə fəaliyyəti nəyə xidmət edir? Öyrənmə fəaliyyəti təlim nəticəsinə, qiymətləndirmə də təlim nəticəsinə xidmət edir. Yəni, məqsədi qoyuruq, sonda həmin nəticəyə çatırıq. Ona xidmət. Biz indi bugün alt standartda məqsədin çıxarılması dərsini keçəndə, sizlərlə keçəcəyizə biz məqsədi əvvəlcədən müəyyənləşdiririk. Həmin məqsədə isə dərsin sonunda çatmış olur. Daha sonra, mənə deyin görün, biz nəyə toxuna bilmirik? Nəyə toxuna bilmərik? Standarta, alt standarta toxuna bilmərik. Hətta ki, standarta biz toxuna bilmirik. Çünki standart, onu dəyişmək mümkün deyil. Deyirəm ki, dərsimizin bu mərhələsi uğurlu alınarsa, işimizin 50% uğurlu alınıb, şagirdləri qarmağa edir. Motivasiyada əsasən açıq suallar istifadə olunur, yoxsa qapalı? Açıq suallar. Açıq suallardan istifadə edə bilərik. Motivasiya mərhələsində ümumiyyətlə nələrdən istifadə edərək şagirdlərdə maraq motivasiya yarada bilərik? Burada deyil ki, şagirdlərin marağını cəlb eləmək üçün məsələn, video çaxlardan istifadə edə bilərik. Əlimizdə şəkillərlə də əyani görünüşlə nəsə belə göstərə bilərik şagirdlərə. Alınmır deyə, məsələn, şəkillər asıb onlarla da göstərə bilərik öz ixtisasımıza görə.
Daha sonra hansıdır deyirəm şagirdlərin biliklərinin qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsidir. Konstruktiv rəy vermə bacarığı. Bəli, bu refleksiyadır. Refleksiya üsulundan çıxış bileti necə keçirilir? Çıxış biletində müəllimə, onu tam bir suallar müəllim şagirdlərə vərəq paylayır və burada onlar başa düşdüklərini yazırlar, onlara qaranlıq qalanı yazırlar, bir şey. Bəli, bu da elə bil ki, 3-2-1-in bir növüdür də. Oradakı suallara cavab verir. Cavab vermiş olur. Yəni 3-2-1-in hər hansısa bir digər növüdür. Mövzu hansı plandadır? İkisində də var mövzu. Bəli, çox sağ olun Aydən Hanım. Siz də sağ olun müəllim. Sonra keçək digər müəllimimizə. Yaman müəllimə buyurun. Axşamınız xeyir olsun müəllim. Müəllim illik planı hazırlayarkən ilk atacağı addım nədir? Təlim nəticəsi, deməli fərqinin sinif üzrə təlim nəticəsini müəyyənləşdirmək. Sinif üzrə təlim nəticəsini müəyyən etməklə işimizə başlayırıq. Daha sonra siz mənə deyin görüm, illik planda biz hansı dəyişikliklər edə bilərik? Elə bil standart qrupuna yeni standartlar əlavə edə bilərik, mövzunu dəyişdirə və yaxud artıra bilərik, inteqrasiya bir də vaxt bölgüsündə dəyişiklik edə bilərik. Qərarlarız. Daha sonra mənə deyin görün. Bax deyirəm ki, illik planını biz hazırlayarkən, ümumiyyətlə respublika üzərində bir format, yəni deyək ki, bütün məktəblərdə eyni gündəlikdir, illik planı hazırlanır, yoxsa bu məktəbdən məktəbə dəyişə bilər? Məktəbdən məktəbə dəyişər müəllimə. Peki, məktəbdən məktəbə dəyişə bilir. Geriyə planlama hansında istifadə olunur? Hər ikisində istifadə olunur. Hər ikisində. Geriyə planlamanın ardıcıllığını deyək. Təlim nəticələridir, qiymətləndirmədir, bir də öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyəti. Mənə deyin görüm, öyrənmə fəaliyyəti nəyə xidmət edir? Burada resurslar olur, inteqrasiya olur. Nəyə xidmət edir? Öyrənmə fəaliyyətimizi nəyin əsasında qururuq? Təlim nəticələrinə. Bəs qiymətləndirmə? O da təlim nəticələrinə xidmət edir. Deyirəm, biz nəyə toxuna bilmirik? Alt standarta toxuna bilmirik. O dövlət tələbidir, dəyişməzdir. Daha sonra, bəs deyirəm, reallaşması nəzərdə tutulan əsas standart hansı plandadır? Reallaşması nəzərdə tutulan gündəlik standart hansı plandadır? Yox, illik planlaşdırılır. Ümumiyyətlə, əsas standart heç bir planda qeyd olunmur. 6 standart isə, bəli, hər ikisində qeyd olunur. Yəni, bax, bu da imtahanda soruşulan bir məqamdır. Yazılıb ki, səhvi müəyyənləşdirib, yazılıb reallaşması nəzərdə tutulan əsas standart, məsələn, illik plandadır, səhvdir. Əsas standart yox. Biz nəyə qeyd edirik? Alt standart. Alt standartdır və hər iki planda öz əksini tapır. Ümumiyyətlə, baxın, deyək ki, bu günləri, məsələn, Tahir Salahov mövzusunu keçirsiniz, gündəlik planınızda, illik planınızda budursa, jurnalda nə olmalıdır? Yəni, jurnalda da olmalıdır. Baxın, bəzən belə məqamlar da olur ki, spesial şəkildə düşür. Hər üçü bir-birini tamamlamalıdır. Əgər mən bu günləri hansı standartı yazıramsa, hansı mövzunu qeyd edirəmsə, illiyimdə budursa, mənim gündəlimdə də bu olmalıdır və jurnalımda da bu qeyd olunmalıdır. Genəldə yoxlamada ilk olaraq onu açıb baxmış olur. Daha sonra nə qaldı soruşmalıdır? Motivasiya mərhələsini dedik. Motivasiya mərhələsi ilə şagirdləri necə dərsə cəlb edə bilərik, nələrdən istifadə edə bilərik? Açıq tipli suallardan, ondan sonra slaydlardan, video çarxlardan. Daha sonra deyirəm ki, şagirdlərin qısa müddətli yaddaşdan biliklərin uzun müddətdə yaddaşa ötürülməsidir. Bu refleksiya, motivasiya. Yaddaşa ötürülür, bəli, bu refleksiyadır. Daha sonra mənə deyin görüm, deyirəm ki, şagirdlərdə tənqidi təfəkkürdür, metakognitiv bacarıqdır, konstruktiv rəy vermə bacarığını formalaşdırır, motivasiya yoxsa refleksiya? Refleksiya.
Biləm, dərsimizin əgər bu mərhələsi düzgün şəkildə alınıbsa, işin 50% düzgün şəkildə alınıb, şagirdləri qarmağa keçirmək kimidir? Bu motivasiyadır. Motivasiyadır. Mövzu hansı planda qeyd olunur? Yoxsa hissəli. Allah, bax, qiymətləndirməli mövzudur. Hər ikisində, bunlar da imtahanda soruşulur ki, bəzən belə sadə suallar bir dənə də olsa, görürsünüz ki, atırlar. Əlbəttə ki, hər ikisində qeyd edilmiş olur. Mənə çox sağ olun, Yağmur müəllimə. Siz də sağ olun. Digər müəllimimizə. Vəsilə müəllimə, buyurun. Müəllim, bilirəm. Mən bu dərs keçməyi, kursumu öyrənəmirəm mən. Başa düşmürəm. Müəllimsiz, yoxsa sertifikasiya hazırlaşırsınız, yoxsa niqə? Bəli, sertifikasiyadır. Bunda işinizi, düşlər demişlər, necə deyirlər. Yəni, işinizi belə yanaşmayın da. Əgər dərsə qoşulursunuzsa, öyrənin. Çünki sabahlarım sertifikasiyada nə bilirsiniz, gələn ilinə gözləyəcək. Yəni, səhlənkar yanaşmayın. Vəsilə müəllimə, mən 3-cü müəllimdə dəyişirəm. İndi öyrənirəm, hələ indi. Təsəvvür edin ki, mən dekabr ayından kurikulum dərsinə qoşulmuşam. Mən indi nə bilirəmsə indi bilirəm. Onun üçün nə qədər vaxtınız var, öyrənin. Sonra peşman olasınız. Mən gec qoşuldum, Könül müəllimə. Mən gec qoşuldum. Mən ixtisasa əsasən üstünlük verirdim deyə. Elə mən də ona verirdim, amma təsadüfən bir dərsə girdim, kurikulumuna ödəmişsiniz. Rüfani müəllimən səsini eşitdim, elə o eşitməklə də qoşuldum bura. Mən də Rüfani müəllimə dərs keçməyini xoşladım deyə qoşulmuşam. Bax, oxuyub, düzü desəm, çox elə oxumuram, yalan nə danışım, durum burada özümüzü anladım. Çünki vaxt eləyə bilmirəm, çatdıra bilmirəm. Dərs çox... Təzə mən də oxumurdum, amma Rüfani müəllimən o qəşəng sözləri ilə indi Allah'a şükür oxuyuram da, testdə işləyirəm, elə sevinirəm hər hansısa suala cavab tapanda. İnşallah yaxşı. Qoşulmuşam müəllimələr. Çox gözəl izah edirəm müəllimə. Allah razı olsun ondan. Nə qədər vaxtım olmasa da görürəm ki, əziyyət çəkir. Fani müəllimə gərək mən o birisi qruplara da qoşam, mən qulaq asam, çoxlu bəlkə belə qruplara. Bana da biraz çatır deyə, yəni də gec götürürəm bu. Çox gözəl belə dərs keçir deyə istər-istəməz. Bunun mahiyyətini başa düşəndə işləyə bilirəm. Prosto oxuya bilmirəm, başa düşə bilmirəm. Səbrim tükənir deyirəm, nə olar şey. Elə yanaşmayın. Mənimlə dinləyici kimi qulaq asın. Belə biz Rüfani müəllimənin səsinə də qulaq asıram. Dilbər müəllimə sorğu-sual olunanda, sonra başqa müəllimlərlə, onlar da bilirsiniz adama nə qədər kömək olur. Müəllimə, mən də qoşarsınız da, əgər elə mümkün olarsa da link atarsınız, mən qoşulum, bəlkə irəli gedəm sizin sayənizdə. Mən atıram onsuz da, ödənişsiz qrupu izləsəz, hər dəfə dərs keçəndə çalışıram ki, ödənişsiz qruplara linkləri göndərim. Bəli, mən qoşuluram, arada qulaq asıram. Çox sağ olun müəllimlər, var olasınız, təşəkkür edirəm sözlərinizə görə. Əsas öz əziyyətimizdir, özünüz əziyyət çəkib oxumasınız, Rüfani müəllimə neynəsə də xeyri yoxdur. Əsas özünüzsüz, əlbəttə ki, müəllimin də dəstəyi var. Gec qoşulmuşuq. Bütün planımız oldu ki, gec qoşulmuşuq. İndi mən inşallah may ayında sizinlə hər gün dərs keçəcəm. Deməli, may ayının haradasa birindən, ikisindən həftədə 6 gün olmaqla bir dənə bazar günlər dərs keçməyəcək. İndi bilmirəm 7 olacaq, 8 olacaq, hər gün olacaq və sual-cavab test işləyəcək. Ona görə mən çalışıram ki, proqramı bitirək. Biz proqramı bitirək ki, təkrara qayıdaq. Belə müəllimlər. Başlayaq Vəsilə müəllimə sizinlə. İndi azından çoxundan yəqin ki, illik plan haqqında məlumatınız var. Bax, illik plan nədir? İllik plan bayaq dediniz də, dəyişə bilər. Hə, yox, sinif üzrə təlim nəticəsinə müəyyənləşdirilir də. İllik planı biz hazırlayarkən müəllimin ilk atacağı addım illik, yəni sinif üzrə təlim nəticəsi. Baxın,
Bu sinifin sonunda şagird hansı bilik bacarığı əldə edir? Bunun əsasında müəyyənləşdirir. Daha sonra illik planda müəllim dəyişiklik edə bilər, hansı dəyişikliklər edə bilər? Bəli, edə bilər. Standart qruplarından yeni qruplar artıra bilər. Sonra mövzunun çətinliyinə görə saatını çoxalda bilər, azalda bilər asaslığına görə. Sonra nə var? Məqsəd hansı plandadır? Məqsəd refleksiya. Məqsəd hansı plandadır? İllik yoxsa gündəlik? Dərsin məqsədi elə. deyirəm. Məqsəd müəllimə, yəqin ki, gündəlik olar da, gündəlik. Dərs məqsədi deyirsən, bəli, gündəlikdə də. Bəs ümumi desəm? Ümumi desək illik, çünki əvvəlcədən tuturuq da məqsədimiz ki, bu günlər bunu keçəcəyik bu bir il ərzində. Reallaşması nəzərdə tutulan əsas standart hansı planda qeyd olunur? Reallaşması şeyləyir gündəlikdə, Bax, əsas standart olar, o illikdə. standart olmaz. Bu imtahanda Olmaz. soruşulan məqamda alt standart. Reallaşması nəzərdə tutulan alt standart hər iki planda qeyd edilmiş olur. Bəli, olur. Geriyə planlama strategiyasının ardıcıllığını sayaq. Sinif üzrə təlim idi, qiymət öyrənmə ardıcıllığı idi, bir də təlim nəticələri idi isə. Öyrənmə fəaliyyəti nəyə xidmət edir? Öyrənmə planlama müəllimə təlim nəticəsinə, təlim nəticəsinə. Bax, məqsədim bu gün mənim 1000 dairəsində ədədlərin şagirdlərdə məsəl üçün irəliyə və geriyə sayma bacarığını formalaşdırmaqdırsa, mənim öyrənmə fəaliyyətim də ona əsaslanır. Yəni, öyrədəcəyim fəaliyyəti, istəyir burada hansı iş üsuludur, hansı resursdur, bunları mən məqsədimə əsasən qururam. Və qiymətləndirməmi də onun əsasında aparam. Gedib milyon dairəsində ədədlərin yazılışını, irəliyə, geriyə oxunuşunu qiymətləndirmirəm. Ona görə də deyilir ki, öyrənmə fəaliyyəti də qiymətləndirmədə məqsədə xidmət etmiş olur. Daha sonra mənə deyin görüm, deyir ki, bu refleksiyanın hansı üsuludur ki, deyirəm ki, şagirdi düşünməyə, danışmağa sövq edir. Cümlə köklərinə. Cümlə kökləri. Bax, tutaq ki, bu günləri qruplarla iş təşkil edirsiniz. Bunu nəyin əsasında edirsiniz? Qruplarla iş... Bax, nəyin əsasında edəcəksiniz bunu? Məsələn, axşam oturmuşsunuz, deyirsiniz, sabah gedib sinifə girəcəm, qruplarla iş təşkil edəcəm, yoxsa bunu nəyin əsasında edirsiniz? Gündəlik planlaşdırmadır da, müəllim olub bu günləri nə olacağına. Məqsədə olub. Bəli, məqsədimizə uyğun olaraq şagirdlərin biliklərinə qısa müddətli yaddaşdan uzun müddətli yaddaş ötürülməsi nə idi? Nəfər müəllimə bir dəqiqə bilirsin. Şagirdin qısa müddətli yaddaşdan uzun müddətli yaddaş ötürməsinin bilikləri nə idi? Qısa yaddaşdan uzun refleksiya. Əlbəttə ki, refleksiyadır. Deyirəm, məqsəd şagirdləri dərsə cəlb etməkdir. O da refleksiya. Yox, Bəli, motivasiya. Motivasiya, bəli. Birimdən səsi var, qorxuram. Yox, qorxma, nədən qorxursunuz, Allah eləməz. Yine Vüsalə müəllimə deyirəm, Vəsilə müəllimə çalışın dərsi burax. Oxumaq sazda, mən məsələn bilirəm də ki, məsələn, siz biraz zəifsiz, yəni kurikulum bacarığına görə, indi belə deməyim, xətrinizə dəyməsin. Məsələn, mən siz çalışaram ki, sonunda sual cavab eləyim. Bir qədər oxuyarsınız, səsi dinləyirsiniz, biraz da dərsdə öyrənərsiniz. Bəli, yaxşı müəllimə. Oxuyacağım inşallah ki, siz bir cədinə zəhmət olmasa müəllimə, bunları əgər sizdə, mən onu eləyə bilmirəm, tapa bilmirəm, orada atmışdı sizdinizi. Onu əgər olsa, o belə qısa olur elə bir şey, onu atsaydınız yaxşı olardı, mən onlardan öyrənərdim, mənim üçün asan da olardı elə. Mən PDF-ləri göndərirəm də qrupa, məsələn, slayd üzərində hazırladığımı da göndərirəm, belə də göndərirəm. Yaxşı müəllimə. Belə. Oldu, sağ olun.
Sizdə sağ olun. Bu dərsdən sonra növbəti dərsi göndərəcəm. Məsələn, bilirsiniz ki, bu gün artıq birinci gündür dərsimiz bitib, ikinci gün olan dərsi oxuyacaqsınız. Məsələn, planlaşdırmadıq, keçmişik. İndi alt standart. İkinci gün mən işte oluram, Rüfani müəllimə gec gəlirəm evə. Onda da ki, internet də olmur, yolda oluram. Nətər olacaq bilmirəm. 7-də deyirsiniz Onda sizdə. saat neçədə müəllimə sabaha? 7-də, sabah 7-dədir. 7-də də hə, mən də yolda oluram. Bizim yarısına qədər, buza qalmışa qədər keçirik də. Gələn kimi Heç qoşulur. nə, onda gələn kimi onda qoşularam da. Heç nə. Yaxşı mən, oldu, sağ ol. Buyurun. Hansı müəllimlər sual cavab eləməmişəmsə qrupda müəllimlər əl qaldırmaq işarəsini vurarsınız. Adilə müəllimə buyurun. İsmail müəllimə davam edək sizinlə. Esmira müəllimə, mənə deyin görüm illik planı hazırlayarkən müəllimin atacağı ilk addım nə idi? Necə? Təlim strategiyaları. Səsiniz uzaqdan gəlir. Deməli, sinif üzrə təlim nəticəsini müəyyən etməklə başlayırım. Daha sonra, müəllim illik planda hansı dəyişikliklər edə bilər? İllik planda mən standartı dəyişə bilər, mövzunu dəyişə bilər, saat baxımından dəyişə bilər. Əlat. Daha sonra, mənə deyin görüm illik planda nələr daxil idi? Resurslar, qiymətləndirmə, metodik vəsait, tarix, sonra Vəsait yox, tədris vahidi. tədris vahidi, sonra nə var idi? İnteqrasiya, mövzu, qiymətləndirmə bunlar da yazıla bilər. Daha sonra, ümumiyyətlə illik plan deməli, formatı təhsil müəssisəsindən təhsil müəssisəsinə dəyişə bilər, yoxsa hamı bir format üzərində hazırlar? Yox, dəyişə bilər mənlə. Bəli, dəyişə bilər. Gündəlik planda nələr daxildir bəs? Gündəlik planda mənlə resursdur, qiymətləndirmədir, metodik vəsait də bura aiddir də. Yox, metodik vəsait heç bura aid deyil. Bizim gündəlik planda standart qeyd edirik, mövzunu qeyd edirik, təlim nəticəsini qeyd edirik. Məsələn, öyrənmə fəaliyyətində hansı iş üsuludur, hansı iş formasıdır, hansı inteqrasiyadan istifadə edəcək, onu qeyd edirik. Daha sonra isə qiymətləndirilməsi və refleksiyadır. Belə qeyd edilmiş olur. Yəni, hansı resursdan istifadə edəcək, belə qeyd olunur. Yəni, biz orada biz metodik vəsaiətdən istifadə edirik, illiyi də, gündəliyi də hazırlayarkən. Amma yəni orada. Daha sonra, geriyə planlama hansında istifadə edirik, illik yoxsa gündəlik? Hər ikisində. Hər ikisində. Geriyə planlamanın ardıcıllığını sayaq? Təlim yox, öyrənmə idi, qiymətləndirmə, bir də təlim nəticələri. Bəli. Bax, öyrənmə fəaliyyəti nəyə xidmət edəcək? Təlim nəticəsinə xidmət eləyir, qiymətləndirmə də təlim nəticəsinə xidmət eləyir. Əlat. Daha sonra, mənə deyin görün, baxın, bu günləri deyək ki, şagirdlərə fərdi şəkildə iş verirsiniz, təşkil edirsiniz, bunu nəyin əsasında edirsiniz? Dərs əsasındakı bu gündəlikdir. Bax, nəyin əsasında edirsiniz? Məsələn, oturmuşsunuz yerdə deyirsiniz, sabah gedərəm, çay içdiyiniz yerdə şagird girərəm, sinifə fərdi şəkildə iş təşkil edərəm, yoxsa necə? Gündəlik planlaşdırma əsasında. Məqsədinə görə. Məqsədin nədir? Bu gün hansı məqsədi əsasən dərsinizi qurursunuz? Yəni, dərsinizin məqsədi nədir? Onun əsasında. Təlim nəticəniz nədir? Yəni, şagird hansı bir bacarığı formalaşdıracaqsınız? Onun əsasında da, məsələn, təlim məqsədiniz sizdən fərdin işlərimi görməyə əsaslanır, cütlərləmi, hansı iş üsuluna əsaslanır? Yəni, bunu məqsədə əsasən müəyyən etmiş oluruq. Daha sonra, hansıdır refleksiya yoxsa motivasiya? Deyirəm, məqsəd də şagirdləri dərsə cəlb etməkdir. Motivasiyadır. Biliklərin uzun müddətli yaddaşa ötürülmə prosesidir. Refleksiyadır. Şagirdlərdə metakognitiv bacarıqdır, tənqidi düşünmə, konstruktiv rəy vermə bacarığını inkişaf etdirir. Bu refleksiya. Biz motivasiya mərhələsində açıq yoxsa qapalı tipli suallardan istifadə edirik?
Açıq. Onlardan. Biz nəyə toxuna bilmirik? Alt standartı toxuna bilmirik. Bəli, alt standart toxuna bilmirik. Deyirəm ki, məsələn, mövzu, qiymətləndirmə hansı plandadır? Mövzu təlim nəticəsinə. Hansı plandadır? İllikdə yoxsa gündə? Hər ikisində də. Bəli, hər ikisində, həm illikdə, həm gündəlikdə öz əksini tapmış olur. Daha sonra, deməli, nə qədər soruşmadığım təlim nəticəsi hansı plandadır? Təlim nəticəsi hansı plandadır? Şeydə mənimə, illikdə. Aha. Bəs gündəlikdə necə qeyd olunur? Gündəlikdə dərs üzrə. Dərs üzrə, dərsin məqsədi qeyd olunmuş olur. Geriyə planlamanın aydınlığı şərtdir. Bəli, şərtdir. Əlbəttə ki, mütləqdir. Belə, Esmər müəllimə çox sağ olun. Daha sonra keçək digər müəllimimizə. Səbilə müəllimə buyurun. Axşam xeyirli. Deməli, mənə deyin görüm, müəllim illik plan hazırlayarkən ilk atacağı addım nə idi? Təlim nəticələri. Hansı təlim nəticələri? Mən yaxşı oxumamışam, belə yadımda qalan deyə bilərəm ki, Bunda sonda soracaq. Bunda digər müəllim. Orada oxumamışamsa özü yenə də yadımda qaldı, gələ özüm oxuyar. Bunda gələn dərsə baxarsınız, gələn dərs sual cavab edir. Oldu mən. Dilbər müəllimə buyurun, zəhmət olun. Bəli. Dilbər müəllimə, mənə deyin görüm, illik planı müəllim hazırlarkən ilk atacağı addım nə idi? İlk atacağı addım təlim nəticələrini müəyyənləndir. Bəli, sinif üzrə təlim nəticəsini müəyyən etməklə başlayır. Müəllim illik, yəni daha doğrusu planda dəyişiklik edə bilər. Bəli, edə bilər. Hansı dəyişiklik edə bilərik? Məsəl üçün, orada mövzuların vaxt bölgüsündə dəyişiklik edə bilər, sonra mövzuları artıra bilər. Bundan başqa standartlar qrupuna əlavə standartlar əlavə edə bilər. İnteqrasiya üçün inteqrasiya yada bilər orada. Deyirəm ki, məqsəd şagirdləri dərsə cəlb etməkdir. Söhbət nədən gedir? Söhbət motivasiyadan gedir mənim. Deyirəm ki, gündəlik planı hazırlayarkən müəllim nələri qeyd edir? Gündəlik planları hazırlayarkən ilk öncə alt standartı, sonra mövzunun adı, bundan başqa dərsin məqsədi, sonra qiymətləndirmə, resurslar, refleksiya, öyrənmə fəaliyyəti, bunlar. Bəli, həm də deyə bilərik ki, həm də burada saatı da, tarixi də unutmuruq. Saat da, tarix bura daxildir. Qiymətləndirmə hansı planda öz əksini tapır? Qiymətləndirmə hər ikisində, həm illik, həm gündəlik planlaşdırmalar. Daha sonra, mənə deyin görüm, biz geriyə planlamada hansında istifadə edirik? İllikdə yoxsa gündəlikdə? Geriyə planlama hər ikisində istifadə olunur. Ardıcıllığı deyək? Ardıcıllıq, təlim nəticəsi, qiymətləndirmə, bu da öyrənmə fəaliyyəti. Mənə deyin görüm, reallaşması nəzərdə tutulan əsas standart hansı plandadır? Reallaşması nəzərdə tutulan alt standart olmalıdır, bu da gündəlik planlaşdırmadadır. Mənə deyin görüm, Dilbər müəllimə, deməli, öyrənmə fəaliyyəti nəyin əsasında nəyə xidmət edir? Öyrənmə fəaliyyəti də qiymətləndirmədə təlim nəticəsinə xidmət edir. Bəs, deməli, deyirəm ki, şagirdlərin biliklərinin qısa müddətli yaddaşdan uzun müddətli yaddaş ötürülmə prosesidir. Bu refleksiyadır. Deyirəm ki, məqsəd şagirdləri dərsə cəlb etməkdir. Əgər dərsimizin bu mərhələsi düzgün şəkildə alınıbsa, işin 50% düzgün şəkildə gedir. Daha sonra nə qaldı orada soruşmadığımız? Deməli, refleksiya üsulları haqqında, özünüz bilikçisinin haqqında danışın. Refleksiya üsulları şəxsi jurnaldır, sonra çıxış vərəqidir, cümlə köklərdir, 3-2-1 üsuludur,
sonra şifahi təqdimat bunlardır. Şəxsi jurnallarda, şirkət jurnallarda misal üçün nə qeyd olunur? Burada şagirdlər həftəlik olaraq, bunu mənə ayrı olaraq da götürə bilərlər də əslində. Elə də eləmək olar, yoxsa yalnız Həftəlik, aylıq, məsələn, bir həftə ərzində refleksiya edə özün, aylıq da edə bilər. qeyd edirlər. Sonra vacib məqamları orada qeyd edirlər. Daha sonra müəllimlə onu paylaşa da bilərlər, paylaşmaya da bilərlər. Yəni burada şagirdlər o qeyd elədiklərinə əsasən yəni özlərini müqayisə edirlər də, nə öyrəniblər, nə öyrənməyiblər, hansı nəticəyə çatıblar. Əlat. Daha sonra deməli, bax, deyirəm ki, bu günlərin tutaq ki, şagirdləri kollektiv şəkildə işə cəlb edirsiniz. Bunu nəyin əsasında edirsiniz? Məsələn, yox, nəyin əsasında edirsiniz? Baxın, oturduğunuz yerdə evdə deyirsiniz, sabah girib şagirdlərə kollektivdən iş təşkil edəcəm, yoxsa? Gündəlik planlama əsasında mən plana uyğun olaraq təlim nəticəsini. Əlat, bəli, məqsədi bizə təlim nəticəniz əsasən öyrənmə fəaliyyətinizdə qurmuş olursunuz. Bax, deyirəm ki, inteqrasiya, resurs, daha sonra iş usulu, iş forması geriyə planlamanın hansı hissəsindədir? Geriyə planlamanın öyrənmə fəaliyyətindədir. Əlat, Dilbər müəllim. Qiymətləndirmə, kiçik sumativ qiymətləndirmə, bu da qiymətləndirmədən. Bir də mən orada bir şey soracaqsaydım sizdən. Motivasiyadakı həyatla əlaqələndirmə olur. Orada biz əslində belə sual düşə bilər, yəni fənüstü inteqrasiya yönəlik şəkildə. Planlama ilə əlaqədar? Yox, Motivasiyada motivasiya ki, şagirdlər üçün həyatla əgər əlaqələndiririksə biz motivasiyada və orada da şagirdin özünə tətbiq elətdiririksə sinifdə, bu fənüstü inteqrasiya ilə əlaqəli ola bilər, yoxsa yox? Yox, orada yenə də fənüstü inteqrasiya deyir olmayacaq. Çünki fənüstü inteqrasiya yalnız şagird gedib hər hansı bir prosesi tətbiq edərsə fənüstü inteqrasiya götürəcək. Çox sağ olun Dilbər müəllimə. Daha sonra keçək digər müəllimimizə. Adilə müəllimə, buyurun. Bəli, müəllimə. Adilə müəllimə, deməli, illik planı hazırlayarkən müəllimin ilk atacağı addım nə idi? Təlim nəticəsi idi. Əlat. Daha sonra sinif üzrə, bax, yadda saxlayın, onu da unutmayın. Sinif üzrə təlim nəticəsini müəyyən etməklə başlayır. İllik planda hansı dəyişikliklər edə bilərik? Dərsin saatını artıra bilərik, təkrar üstündə qala bilərik, başa düşdüyüm kimi deyirəm. Düz deyirəmsə. Bəli, ola bilər. Məsələn, digər mövzudan görür şagird anlamır, o mövzunun saatını alıb veririk buna. Olar. Daha sonra inteqrasiya qrupuna əlavə inteqrasiya yaza bilərik. Standartlar qrupuna əlavə standart yaza bilərik. Bunu özümüzdən yazmırıq, metoddan istifadə edirik. Deyirəm, məqsəd şagirdləri cəlb etməlidir. Söhbət nədən gedir? Motivasiyadır. Gündəlik planı nələr daxildir? Gündəlik plana dərsin məqsədi daxildir, qiymətləndirmə daxildir. Bunlar Standart, mövzu, təlim nəticəsi, öyrənmə fəaliyyəti, bunlar nə deyir? Dərsin məqsədinə aid edilir. Yəni, gündəlik planda daha doğrusu yazılır. Geriyə planlama strategiyası hansı planda istifadə olunur? hər ikisində. Ardıcılığı sağ? Deməli, geriyə planlamada təlim nəticəsi yox. Düz dediniz. Qiymətləndirmə, öyrənmə fəaliyyəti var. Bax, öyrənmə fəaliyyəti nəyə xidmət edir? Öyrənmə fəaliyyəti, yəni biz sonunda nə öyrəndik, onu bilirik. Nəyə xidmət edir? Təlim nəticəsinə. Qiymətləndirmə bəs? O da təlim nəticəsinə xidmət edir. Nəticəsinə xidmət etmiş olur. Təlim nəticələri hansı plandadır? Ümumi təlim alt standartda.
Hansı? Yox, ümumi təlim, illik. İlin reallaşması nəzərdə tutulan alt standart hansı planda qeyd olunur? Alt standart elə. Bəli, alt standart hansı planda yazırıq? İllikdə yoxsa gündəlikdə? İllikdə. Hər ikisində Adilə müəllim. Baxın, illik planda nəyi yazıramsa, mən istəyir mövzu olsun, istəyir standart olsun. Mən gündəliyimə də onu yazmalıyam və jurnalda da qeyd olunmalıdır. Bunlar üçü bir-birlərini tamamlamalıdırlar. Daha sonra deyirəm ki, şagirdlərin biliklərinin qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülmə prosesidir. Refleksiyadır. Daha sonra konstruktiv rəy vermə, tənqid etmə, inkişaf etdirilməsi, metakognitiv bacarıqların inkişafına əsaslanır. Bu da refleksiyadır. Bəli, bu da refleksiyadan söhbət gedir. Daha sonra deyirəm, əgər dərsimin bu mərhələsi düzgün şəkildə qurmuşamsa, işimin əlində düzgün icra olunub. Motivasiya mərhələsi. Motivasiyada əsasən açıq yoxsa qapalı tipli suallardan istifadə olunur? Açıq tipli suallardan. Bəli. Tutaq ki, bu gün qruplarla iş təşkil edirsiniz. Bunu nəyin əsasında edəcəksiniz? Motivasiya əsasən. Yox, deyək ki, bu günləri deyirsiniz ki, səhər, məsələn, oturduğunuz yerdə fikirləşirsiniz. Gündəlik planlama mən başa düşdüm. Gündəlik planda nəyin əsasında edirsiniz bunu? Təlim edəcəksiniz. Bəli, məqsədiniz nədir? Məsələn, deyək ki, bu günləri məqsədimiz şagirdlərdə isti və soyuq rəylərin bir-birindən fərqləndirməkdirsə, məsələn deyirəm. Sizin öyrənmə fəaliyyətində, nə bilim, qiymətləndirməniz də ona xidmət etməlidir. Yəni, qruplarla işi öyrənmə fəaliyyətində götürürsünüz də, öyrənmə fəaliyyətinə əsaslanır. Orada hansı fəaliyyətlərdən istifadə edəcəksiniz, hansı iş üsulundan istifadə edəcəksiniz, hansı iş formasını, hansı resursdan, hansı inteqrasiyadan istifadə edəcəksiniz. Bu öyrənmə fəaliyyətinə əsaslanır. Ona görə də deyilir ki, öyrənmə fəaliyyəti də, qiymətləndirmə də məqsədə xidmət. Mənim məqsədim nədirsə, öyrətməmi də onun əsasında qururam. Qiymətləndirməmi də onun əsasında aparıram. Daha sonra nə qaldı soruşmadığım sizdən? Deməli, mövzu hansı plandaydı dedi? Mövzu hər ikisində. Müəllim, deməli belə deyək. Motivasiya mərhələsində nələrdən istifadə edən şagirdlərdə olaraq motivasiya yarada bilər? Cümlə kökləri, 3-2-1. Bunlar refleksiya üsullardır. Motivasiya yaratmaq üçün şagirdlərdə maraq oyatmaq üçün nələrdən istifadə edə bilər? Nələrdən istifadə edərək maraq yarada bilərik? İhtimallərlə. Şagirdə hansı bir maraqlı bir hekayə belə danışıb, həmin mövzu ilə əlaqədar onlarda maraq yarada bilərik. Və yaxud da hansısa bir açıq tipli sual ünvanlaya bilərik. Bir slayd göstərə bilərik. Nə bilim, şəkillərdən istifadə edə bilərik. Belə. Çox sağ olun, Adilə müəllimə. Sizə sağ olun, müəllimə. Daha sonra keçək. Kimlər qaldı? Könül müəllimə siz qalmışsınız, bir də Aytən müəllimə qalıb. Başqa kimsə qalıb, bir də İlham müəllimə siz qalmışsınız. Könül müəllimə sizdən davam edək. Aytən müəllimə, İlham müəllimə keçək. Planı hazırlayarkən müəllimin ilk atacağı addım nə idi dedi? İlk atacağı addım, yəni o bir il ərzində gördüyü işləri planlaşdırır. Yəni, sinif üzrə deyirik. Sinif üzrə elə bir ki, standartını, mövzusunu,